Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefkahu qavli. Amma ba'd. Allah Subhanahu ve Teala'nın izniyle Buluğul Maram kitabının şerhi derslerine devam edirik. İnşallah bugün götüreceğimiz mevzular birincisi məni paltara düşərsə necə təmizlənməlidir mövzusundadır. Məni, yəni sperma paltara düşərsə necə təmizlənməlidir? Bu barədə İbn Hacer rahimehullah iki hədis gətirib. Bu hədislərdən birincisi Buxari və Müslimdədir, ikincisi də Müslimdə, tək Müslimdə. An Aişə radiyallahu anha qalet: "Kana Rasulullah sallallahu alayhi ve sellem yaghsilul maniyya thumma yakhruju ila as-salati fi zalika ath-thawb ve ana anzuru ila atharil ghasl fihi muttafaqun alayh." وَلِمُسْلِمٍ لَقَدْ كُنْتُ أَفْرُكُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرْكًا فَيُصَلِّي فِيهِ وَفِي لَفْظٍ لَهُ لَقَدْ كُنْتُ أَحُكُّهُ يَابِسًا بِظُفْرِي مِنْ ثَوْبِهِ. Ayşe radıyallahu anha rivayet edir ki Peygamber sallallahu aleyhi ve sellem mənini paltarından yuyardı. Sonra həmin paltarda namaza çıxardı və mən də o paltardakı məninin yuyulma izini görürdüm. Müslimin rəvayətində isə Ayşə radiyallahu anha buyurur ki, mən mənini Peyğəmbər sallallahu aleyhi və səlləmin paltarından ovaraq təmizləyirdim, sonra onunla namaz qılırdı. Başqa ləfzdə gəlir ki, Müslimin başqa ləfzində məni quru olduğu halda dırnağımla onu qazıyardım. Onu ovardım. Hədisin ravisi möminlərin anası Ayşə binti Əbi Bəkir Əs-Siddiq radiyallahu anhədir. Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə radiyallahu anhənin ölümündən sonra Məkkədəykən Ayşə radiyallahu anhə ilə evlənib. Artıq varid olmuşdu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhə ilə 6 yaşında olduğu zaman evlənib. Və 9 yaşında isə onunla bir yaşayıb, onunla bir yerdə olub. Ayşə radiyallahu anhə özü deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında 9 il oldum. Yəni, Ayşə radiyallahu anhənin 18 yaşı olanda Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edib. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmin ən sevdiyi zövcəsi idi. Ən çox sevdiyi zövcəsi idi. Ayşə radiyallahu anhə haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Fadlu Aişətə alən-nisai kəfadlis-səridi alə sa'irit-ta'am." Deyir ki, Ayşənin başqa qadınlara olan fəziləti sərid yeməkdir. Ərəblərdə yemək növüdür. Deyir ki, səridin başqa yeməklərə olan fəziləti kimidir. Yəni, sərid məşhur, tanınmış yeməkdir. Yemək olub və deyir ki, səridin başqa yeməklərdən üstünlüyü kimidir? Ayşə radiyallahu anhənin başqa qadınlara olan üstünlüyü. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhənin günündə onun evində və Ayşə radiyallahu anhənin sinəsinə söykənərək vəfat edib. Ayşə radiyallahu anhənin Yəni Ayşə radiyallahu anhadan Peyğəmbər sallallahu əleyhi və səlləmin övladı olmayıb.
Ayşə radiyallahu anhə deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən istədim ki, məni künyələndirsin, mənə künyə qoysun. Deyir ki, o mənə dedi ki, bacın oğlunun adı ilə künyələn, bacın oğlunla künyələn və mən də deyir ki, Ümmü Abdullah künyəsi ilə künyələndim. İbn-i Hibban səhihində gətirir ki, yəni həmin künyə ilə onu Peyğəmbər sallallahu aleyhi və səlləm özü künyələndirmişdi. Ümmü Abdullah künyəsi ilə. Ayşə radiyallahu anhə böyük fəziləti var idi. Elmi, ağlı və geniş fəhmi var idi. Və ölməmişdən, dünyasını dəyişməmişdən əvvəl ümmətdə böyük elm qoyaraq getmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri içərisində ən çox hədis rəvayət edənlərdən birisidir. Və Ayşə radiyallahu anhənin vəfatı Hicrətin 58-ci ilində Ramazan ayında Mədinədə olmuşdur. Hicrətin 58-ci ilində Ramazan ayında Mədinədə vəfat etmişdir. Radiyallahu anhə. Hədisdə keçdi ki, buyurur ki, kənə yəğsilu. Peyğəmbər sallallahu aleyhi və səlləm məni paltara düşərsə onu yuyardı. Burada kənə sözü ondan sonra mudari, yəni indiki zaman feilinin gəlməsi təkrarı bildirir. Təkrarı və davamiyyətli halda belə olmağı bildirir. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər dəfə məni paltara düşərsə onu yuyardı və onunla gedib namaz qılardı. Ondan sonra gəlir ki, hədisdə gəlir ki, əl-məni, məni paltara düşərsə. Məni nədir? Məni insanın ön tərəfindən çıxan 4 şeydən biridir. 4 şeydən biridir. Şəhvətlə çıxır. Onun çıxması ilə cənabət quslu vacib olur. Onun çıxması ilə cənabət quslu vacib olur. Və bu 4 şeydən ikincisi məzidir. Məzi. Məzi nədir? Yumşaq və yapışqan sudur. Şəhvət zamanı və cinsi əlaqəni xatırladığı zaman insan o çıxır. Və bu insanın hiss etmədən, insan bunun çıxdığı zaman insan onu hiss etmir. Bunun haqqında inşallah dəstəmazı pozan şeylər barədə hədislərdə gələcək. Üçüncüsü vadi. Vadi ağ, qatı sudur, məniyə oxşuyur, iyi olmur. Su yoluna çıxdıqdan sonra çıxır. Ən çox da qış vaxtı, hava soyuq olanda o baş verir. Dördüncüsü də bövldür, yəni sidik. Bu 4 şeydən mənidən başqa qalan üçü, yəni məzi, vadi və böl, üçü də hamısı nəcisdir. Yalnız mənidən başqa. El-hadithu dəlilun alə ennəl məniyyə tahirun və leysə binəcis. Hədis dəlildir ki, məni təmizdir, nəcis deyildir. El-hadithu dəlilun alə fadli Aişətə radiyallahu anhə və xidmətihə linnəbiyyə sallallahu aleyhi və səlləm. Həmçinin hədis Ayşə radiyallahu anhənin fəzilətinə və onun Peyğəmbər sallallahu aleyhi və səlləmin xidmət etməsinə dəlildir. Cəvazut təsrih bimə yustəhyə min zikrihi indəl həcəti ileyhi. Və ehtiyac olduğu zaman da deyilməsi utanılacaq sözləri açıq aydın deməyin caiz olması. Açıq aydın deməyin caiz olması. Çünki Ayşə radiyallahu anhə çəkinmədən şəriəti öyrətmək üçün utanmadan, hətta utanılası şey olsa da bu haqqında, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin paltarına düşən məni haqqında insanlara xəbər verir ki, onun necə təmizlənməsi və Peyğəmbər sallallahu aleyhi və səlləm onu təmizləyərək namaz qılardı. İhlasla.com saytı tərəfindən təqdim olundu.